Siz de benim kimi bina evinde yaşayırsınızsa, o zaman sobada çok dadlı toyuq şiş kebabı hazırlaya bilərsiniz. Sümüyündən və dərisindən tamamen ayırıb iri dilimlərə kəsdiyim toyuq ətinə zövqə görə duz, qara, qırmızı istiot, kəklik otu, sütkəcdən keçirilmiş sarımsaq, duru yağ, mən sıxma zeytun yağı istifadə etdim. Süd və tomat pastası töküb, qarışdırıb 3-4 saat soyuducuda saxladım. Və onu da deyim ki, mən burada 2 ədəd toyuqdan istifadə etdim. Çöp şişə taxıram toyuq əti. Mən ətin arasına xırda doğradığım qoyun quyruğu da istifadə edirəm və götürdüyüm tərəvəzlərdən xırda doğranılmış yaşıl, qırmızı biber şişə taxıb soba tavasının üzərinə qoyduğum soba setkasına düzürəm. Hazır soba kebabını önceden isidilmiş 200 dereceli alt üst rejimde 50 dəqiqəyə bişirdim. Ama sobaya verdikten 30 dəqiqə sonra şişlərin alt hissəsini çevirdim ki, ətin iki tərəfi də qızarsın.